Salam hörmətli izləyicilər. Bu gün sizə cəmiyyətdə tez-tez rast gəlinən, insanlara narahat edən bir xəstəlik haqqında danışacağam. Bu xəstəliyin adı pionral kist xəstəliyidir. Digər adından distal xəstəliyidir. Bu xəstəlik omba nahiyəsi arasında quyruq sümüyünün üzərində yerləşən tük follikullarının iltihablaşması nəticəsində yaranan xəstəlikdir. Xəstəlik vaxtı burada olan kanalı tük və ya digər yağ qalıntıları ilə tutulur, iltihablaşır və nəticədə insanı narahat edən problemlərə gətirib çıxarır. Bəs bu xəstəliyin əlamətləri nələrdir? Xəstəlik zamanı insan oturanda ağrı, həmin nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən mərhələlərdə isə irinli axıntı ilə qarşılaşır və bu olduqca insanı narahat edir, pasientləri narahat edir. Səbəbləri arasında uzun müddət oturaq həyat tərzi, həddən artıq piylənmə, şəxsi gigiyenaya düzgün qulluq olunmamaq gəlir. Bu xəstəlik öz-özünə keçmir, öz-özünə sağalmır. İlk mərhələlərdə bu xəstəlik vaxtı boşaldılaraq irin xaric oluna bilər, amma xəstəliyin tam müalicəsi həmin o kist dediyimiz nahiyənin ekziz olunmağı, yəni çıxarılmağı, kəsib çıxarılmalıdır. Gecikdirildiyi zaman həmin bu kanalın tutulması nəticəsində irin daha da böyüyə bilər və absesə çevrilə bilər. Bu vaxt isə əməliyyat biraz daha çətinləşir və lazım olduqda daha ağır əməliyyat olan bilet çevirmələri ilə nəticələnə bilər. Bu qədər. Sağlamlığınızın qeydinə qalın.